Xoş gördük əziz dinləyicilər. Biz İran-Amerika vuruşmasını, müharibəsini həmişə şərh etdikdə bu mənada şərh etmişik ki, bu Azərbaycan xalqının maraqlarına uyğundur. Məhz biz bundan danışanda bizi bir nəfərlər siyonistlər, digərləri nə adlandırırlar, biri ora işləməkdə, biri bura işləməkdə adlandırır da. Bununla işim yoxdur. Amma mən çalışacağım ki, niyə bu bizim milli maraqlarımıza və ümumilikdə Türk dünyasının maraqlarına, pasivet ölkələrinin maraqlarına uyğundur. Bax, ondan sizə izah edəcəm və çalışacağım burada Türkiyənin niyə görə, nə üçün bu cür mövqe tutduğunu izah edeyim. Baxın, siz təsəvvür edin, deməli, 2025-ci ildə açılan bir Çin dəhlizi vardı İrandan. Məhz bu dəhlizi İsrail bombaladı. İsrail çox böyük surətdə bu dəhlizə zərbə vurdu. Bir kəmər, bir yol layihəsi vardı, İrandan keçirdi. Buna böyük bir zərbə vurduqdan sonra Çin də birbaşa İsraili təhdid etdi və bildirdi ki, bu terror aksiyasıdır. Bununla işimiz yoxdur, bu terror aksiyasıdır. Demək ki, lazım olan ərazilər orada vurulub və Çinin 40 milyard yuan xərclədiyi yol məhv edilib. Baxın, bu bizim milli maraqlarımıza uyğundurmu? Əlbəttə bizim milli maraqlarımıza uyğundur. Niyə? Çünki biz özümüz də Orta Asiyadan daha qısa yolla Azərbaycandan keçməklə trip yolu tikirik və istəyirik ki, o yüklər buradan gəlib keçsin. Həm yaxındır, həm də ticarət əldə edək, həm də pul əldə edək. Bu hansı ölkələrdən keçəcəkdir? Orta Asiya ölkələrindən keçəcəkdir. Gəlib bizdən keçəcəkdir. Müəyyən mənada bizim ölkələrimiz, Turan ölkələri, türk dilli ölkələr bir-birinə inteqrasiya olacaqdır. İkinci bir məsələ, əgər Rusiya zəifləyirsə, orada nə baş verir? Orada mərkəzdən qaçma hərəkatı baş verir. Bu bizə xeyirdirmi? Əlbəttə ki, xeyirdir. Və ikinci bir məsələ burada odur ki, məhz Çində yaşayan Uyğurlar belə bu hadisəyə sevinmişlər müəyyən mənada. Bu Orta Asiyanın da Çin və Rusiya təhdidlərindən özünü xilas etməsidir. Gəlirik İrana. İrana vurulan zərbədə bizim üçün sevindirici məqam ondan ibarət ki, ömür boyu bizi təhdid eləmişdilər. Ömür boyu. Generalları təhdid edirdi, o generallar ölür. Rəhbərləri təhdid edirdi, o rəhbərlər ölür. Əlbəttə biz qonşumuzda bir yanğın istəmirik, qonşumuz paramparça olsun istəmirik, qəti. Nə Türkiyənin, nə Azərbaycanın müharibəyə girməsinin mən qəti surətdə əleyhdarıyam. Nəyimizə lazımdır? Biz sadəcə olaraq ayıq olmalıyıq, bu qədər. Məhz bugün İranda bu zəifləyən 47 illik hökumət zəiflədi də biz niyə görə sevinirik? Orada Azərbaycanlıların nəhayət hakimiyyətə gəlmə şansları artır, onların haqq məsələləri artır. Bax, biz bundan danışdıqda həm Rusiyanın zəifləməsi, həm İranın zəifləməsi, əlbəttə burada bu dördlü bir bucaq var, şeytan üç bucağı var. Burada biz uduruq. Yəni, bütün Türkistan odur, bütün MDB ölkələr odur. Biz bundan danışanda tək Azərbaycanı nəzərdə tutmuruq. Görün, bu günləri Orta Asiya nə qədər o təhlükədən özünü xilas edib və Uyğur türklərinin də müəyyən fəallaşmasına gətirib çıxardıb, ümidləri artırıb. Biz bundan danışırıq ki, bu bizim maraqlarımıza uyğundur. İndi ikinci bir məsələ, biz Türkiyənin tutumuna baxdıqda bizi gülmək tutur. Bəzi insanlarımız anlamırlar. Bax, niyə anlamırlar? Mən bunu sizə qısa şəkildə izah edəcəm. Bütün bildirdi ki, biz Ukraynanın, üzr istəyirəm, Rusiyanın, İranın zəifləməsi Çini də zəiflədir. Bunları zəiflətdikcə bizim ərazi, həm Türkistan, həm Azərbaycan, həm hələ Çinin ərazisində olan Uyğurlar üçün də bu sevindirici bir hadisə olmaqla bərabər, həm də iqtisadiyyatımız şaxələnir, birbaşa Avropaya açılır, həm də təhlükəli ölkələr ki, bizi təhdid edirdilər hər tərəfdən, onlar zəiflir. Bu bizim xeyrimizədirmi? Xeyrimizədir. Bəs niyə Türkiyə buna etiraz edir? Güya Türkiyə İranda mistika mı düşünür? Güya ilahi güc mü düşünür? Güya düşünürsünüz ki, o ədaləti mi orada müdafiə edir? Ah, ədalət, İslam, biz ümmət, bu günləri İslam ümməti, çox üzr istəyirəm, hələ tualetə sağ ayaqla və yaxud da sol ayaqla girməyi firqələr öz arasında razılaşdırmayıblar. Hansı əqidədən söhbət gedə bilər? Hansı İslamiyyətdən gedə bilər burada söhbət? Əlbəttə ki, heç bir İslamiyyət yoxdur. Sadəcə olaraq burada Türkiyənin bir marağı var. Türkiyə duginçi bir özünü Krik layihəsində görür. Özünü Rusiyanın, Çinin, İranın və Şimali Koreyanın yanında görür. Və bunun üçün mən sizə məlumat vermişdim bir neçə dəfə. Millətçi Hərəkat Partiyası neçə dəfə qaldırıb ki, biz müttəfiq olmalıyıq Çin, Rusiya və İranla. Yaxşı, harda Türkistan və Türkistandan danışırız və Turandan danışırız. Bunlar Turanın düşmənidir.
Bunların zəifləməsi Turanı gücləndirir. Bəs necə ola bilir ki, bütün Turanın içində bir dənə ağıllı bulardı? Bir dənə Türkiyə ağıllı çıxdı, amma bu isə bura birləşmək istəyir. Baxın, bütün bu birləşmə əlbəttə ki, nəyə görədir? Bugün Rusiyada bir hakimiyyət var, neçə illərdir oradadır. Çində bir tərpənməyən hakimiyyət var. Şimali Koreyada zaten tərpənməyən bir hakimiyyət var. İranda 47 ildir oturmuş bir hakimiyyət var. Türkiyə, məhz bugünkü AK Parti hökuməti özünü elə görmək istəyir. O da o masadan, o kreslodan əl çəkmək istəmir. Maraq bu maraqdır. Burada Che Guevara ideologiyası yoxdur. Bir ideologiya olsa, bu Duginçilikdə bir ideologiya olsa, yenə də insanlar düşünər ki, bunlar bir ideologiya adamı. Bunlar ideologiya adamı deyirlər. Bu ideologiya deyil. Bu Che Guevara deyil, ona nazirliyi verəsən, amma yenə də çıxıb əlinə silah götürə, gedə Venezuelanı azad eləməyə. Yox. Bu ideologiya deyil. Heç olmasa ideologiya olaydı, səhv olaydı. Heç səhv ideologiya deyil. Səhv ideologiya da deyil. Sadəcə olaraq burada bir maraq var. Təkcə bir maraq. Təkcə bir maraq ondan ibarətdir ki, əbədi kreslo qorumaq. Əbədi kreslo olmaq Putin kimi, Şimali Koreya kimi, İran kimi 47 illik. Ona görə də bu günləri Türkiyənin siyasəti İrana qarşı bu formadadır. Bu İran niyə? Fikirləşir ki, İran hakimiyyəti nə qədər qalsa yaxşıdır. 47 ildir bu hakimiyyət qalsın, yıxılmasın. Amma İslama görə deyil ki. İslama görə olsaydı, ədalətə görə olsaydı 47 ildə milyonlarla öz vətəndaşını öldürmüş hakimiyyəti necə müdafiə etmək olardı? Güya bunlar haqqı, ədaləti müdafiə edirlər. Yaxşı, haqqı, ədaləti müdafiə edirsə İraqa qoymayaydınız da vursun. Suriyaya qoymayaydınız da, özünüz də girməyaydınız Suriyaya, Suriyada işir yaratmayaydınız da. Liviyaya qoymayaydınız da, əgər doğrudan haqqı, ədaləti müdafiə edirsənsə, qoymayaydınız da Afqanistana girsin. Hə, demək ki, burada söhbət haqq, ədalət deyil. Sadəcə olaraq özümüzə bənzərləri müdafiə etməkdir, özümüzə bənzərləri. Qoy İran hökuməti qalsın, çünki 47 ildə orada qalıb, bu məncə bu presidentdir, qoy mənim söykəndiyim şərq ərazilərində mənə oxşarlar qalsın. Çünki nə qədər ki, ona oxşar, sənin də ideologiyan elə bir hökumət qurmaqdırsa, əlbəttə ki, istəyərsən ki, orada İran yıxılmasın, əlbəttə istəyərsən ki, o rejim yıxılmasın, xalqını nə qədər qırsın, amma yetər ki, yıxılmasın. Niyə? Çünki mənə bənzəyir, çünki mən ona bənzəmək istəyirəm. İnşallah ki, bütün bu açıqlamalardan sonra başa düşdünüz ki, niyə görə bütün türk dünyası bir tərəfdə durub, amma biz Türkiyənin idarəçiliyinə baxdıqda, o dünyanın diktatura ölkələri ilə bir ideologiya yaradıb orada birləşmək istəyir. Təşəkkür ederim.